Qarabağdan gələn namələr. Bir namə yazmışam, can üzə-üzə. Badi-səba, apar sən o gül üzə. Soruşsa yar ki, bu kimdəndir bizə? Söyləgilən, sizin divanədəndir. Qarabağ namələr. Qədim Qarabağın tarixinin 1161-ci səhifəsini açırıq. Bu, mərhum Pənah xanın xanlığı dövrü idi. Qarabağnamənin müəllifi Mirzə Adgözəl bəyin qələminin izi ilə bu günümüzə gəlib çatan məxəzdən bəzi məqamlar. Mərhum Pənah xan xanlıq adı almağı çox arzu eləyir və həmişə o ali mənsəbə rəğbət bəsləyirdi. Rüzgarın dərzisi gecə-gündüzün gərdişi nəticəsində onun ləyaqətli vücudunu o qiymətli xələtlə bəzədi. Beləliklə, xan öz məqsədinə nail oldu. O, oturub, öz-özünə düşündü ki, haldan hala girən, fələyin hərəkatına heç vaxt inanmaq, xoşbəxtliyə və dövlətin artmasına qətiyyən bel bağlamaq olmaz. Hər an dəyişməkdə olan fələyin qoca qurdunun hiləgərliyindən, rəngdən rəngə girən çarxın alçaqlığından qafil olmaq ağıllı və bilikli adamlara yaramaz. Bundan sonra çöllərdə vaxt keçirməklə istənilən məqsədə çatmaq olmaz. Yaxşısı və münasibi budur ki, möhkəm bir bina və qala tikilsin. Bir hadisə üz verdiyi zaman ora məskən, tənqlik və bolluq, vaxtında isə aman evi olsun. Çünki şir nə qədər heybətli olsa da, ona bir hin lazımdır. Qızılquş quşların padşahıdır. Bütün quşlar onun çəngəli qarşısında acizdirlər. Lakin o da bir yuvada yerləşməlidir ki, bir hadisə üz verdiyi zaman bəla kəməndinin halqasından və düşmən əzabı duzağından asudə olsun. Buna görə də gedib Bayatda 1161-ci ildə bir qala, səngər, sığınaq və qərargah saldırdı. Sonra palçıqları kin və həsəd suyu ilə yoğrulmuş olan Cavanşir və 32 əhalisinin ürəklərində ədavət alovu şölələndi və beyinlərinə kin havası hücum elədi. Onlar həmişə bu dövlətin yox olması uğrunda son dərəcə səy və qeyrət eləyirdilər. Onlar Xəmsə məliklərini də özlərinə həmməslək və müttəfiq eləmişdilər. O zaman bütün Şirvanatda əbədi ixtiyar sahibi və hökmran olan Hacı Çələbiyə ərizələr yazdılar. Ona bildirdilər ki, Pənah xan burada taxta çıxmış, qala və səngər tikdirmişdi. Əgər dəfində bir qədər təxir edilsə, sonra onun qarşısında durmaq mümkün olmayacaqdı. Bir ağac ki yeni dirçəlir, bir adamın gücü ilə yerindən qopar. Əgər onu bir zaman öz başına buraxsan, kötanla da onu kökündən qopara bilməzsən. Hacı Çələbi də bu hiləyə aldanıb fitnəkarlığa başladı. Dərbənd, Car və Balakənədək bütün Şirvanat qoşunu cəm elədi. Bilmədi ki, bir çırağı ki Allah yandıra, onu kim söndürmək istəsə, saqqalı yanar. Şuşanın təkcə qurucusunun yox, elə özünün də çırağı haqdan yanırdı. Sönməyəcəkdi. Yetişdirdiyi söz sənət adamlarının yanar çıraqları kimi. Orta əsr və son orta əsr Qarabağ ədəbiyyatı haqqında danışırıq. Əlimizdə Fatma xanım Kəminənin poeziya nümunələridir. Günümüzə öz dövrünün abu havası ilə, öz rahiyəsi ilə daxil olub. Beləliklə,
dinləyək. Nə Çin olaydı, nə Xaqan, nə Rumi Qeysər olaydı. Tamam yer üzü bir qəmzənə müsəxxər olaydı. Nə şövq olaydı, nə qamət, nə şəm-ü pərvanə. Fəraqə yanmağa aşiq, qam-u səməndər olaydı. Nə dam olaydı, nə danə, nə zülf olaydı, nə xal. Nə mürği dil düşüb oldam içrə bipər olaydı. Nə zülf olaydı, nə ariz, nə mehr olaydı, nə dil. Salıb nə boynuna zünnarı şeyx kafər olaydı. Nə hicr olaydı, nə vəslü, nə nəhs olaydı, nə xoş. Bəlayı eşqə giriftar, sədi əxtər olaydı. Fatma xanım Kəminənin, Xurşudbanu Natəvanın nə mən olaydım ilahi, nə də bu aləm olaydı, nə də bu aləm əradil, müqəyyəd-i qəm olaydı, mətləli qəzəlinə yazdığı nəzirədir. Azərbaycan ədəbiyyatında Hüseyn Cavidin müəllifi olduğu Olaydı mətləli qəzəlin də rüşeymi məhz Qarabağ ədəbiyyatının nümayəndələri olan Fatma xanım Kəminənin Xurşudbanu Natəvanın poeziyasından qaynaqlanır. Nə eşq olaydı, nə yaşir, nə nazlı yafət olaydı, nə xəlq olaydı, nə xalik, nə nazlı yafət olaydı, nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə aşiyanə məslə, nə bari firqət olaydı. 1883-cü ildə Fatma xanım Kəminə bir divan yazıb. Divanını tanışlıq üçün qələm əhli olan bəylərə göndərib. Bəylər bu cüngü oxuyub, xoş rəylərini Süleyman bəy vasitəsilə bəyan etməyə qərar alırlar. Süleyman bəy isə rəy olaraq məşhur mətləli bir qəzəl yazıb. Ey şairə, ərbab-ı süxən ismi Kəminə, fəxr-ü şüərasan sənə yox burada qədinə. Əş'ar-ı şəkər bari ləzizin genə salmış, ey mah, nə əcəb qülqülə bu çərxi bərinə. Gördüm neçə əşyanını çox türfəd əl-həq, həqqa ki dəyər hər biri min dürr-ü səminə. Senari müəllifi Sevda Ayazqızı, rejissor Əli Hüseynov, aparıcılar isə Məmməd Bağır Eyvazov, Hüseyn Ağa Aslanov idi.